Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı trapezi məsələsi var idi. Bu sualın həllini paylaşmaq istərdim sizlərlə. Demək, burada nə verilib? Trapezi verilib, bucaq verilib, verilən parçanı görürük və görürük ki, B təpəsindən çəkilən parça CD tərəfin yarıya bölünür. Demək, bizə bu ipucu verir ki, bu tərəf həmin orta xəttin olduğunu işarə edir. Biz bura bir dənə çəkdik xətt, tutaq ki, məsəl üçün adlandırılıb buranı. Bura olsun K, digər tərəf olsun M. Deməli, bu KM nöqtəsi orta xətt olduğunu taparıq. Baxın müəllimlər, indi burada nə alınır? Uyğun bucaq olaraq, əgər bu bucaq 60 dərəcə olarsa, ona uyğun olaraq digər bucaq da 60 dərəcədir. Sadə bir düzbucaqlı üçbucaq məsələsi alınır buradan. Bura 60-dır. Deməli, digər iti bucağın payına nə düşür? Bu iti bucağın payına düşəcək 30 dərəcə. Və biz də bilirik ki, 60 dərəcə bucaq qarşısında katet, digər katetin kökdə 3 mislinə bərabərdir. Yəni, bu 4 kök altda 3, digər katetin, yəni 30-un qarşısında olan bu hissənin kökdə 3 mislinə bərabərdir. Hansı ədəd? Hansı ədədin kök altda 3 misli 4 kökdə 3 olar? Əlbəttə 4-ün. Deməli, bu katet, kiçik katet 4-ə bərabərdir. Və biz də bilirik ki, 30 dərəcə bucaq qarşısında katet, yəni 4 ədədi nəyə bərabərdir? Hipotenuzun yarısına bərabərdir. Hipotenuzun yarısı 4 olan ədəd hansıdır? Əlbəttə 8. Deməli, hipotenuz həm də bizim orta xəttimiz 8 imiş. Orta xətt nəyə bərabərdir? Oturacaqların cəminin yarısına, yəni x ilə y-in cəminin yarısına bərabərdir. X və y-in cəminin yarısı 8 olarsa, deməli, x plus y nəyə bərabərmiş? Yarısı 8 isə özü olacaq 16. Diqqət üçün çox sağ olun. Cavab 16.